tipli suallarda məsələn yadıva salmağa ehtiyac yoxdur. Elə metil spirti yaz, CH3OH. Metanal nədir? HCHO. Metanalın başqa adı nədir? Qarışıq aldehid. Aha, və ya Formaldehid. aha, formaldehid. Burada görək 96 qram metil spirtindən nə qədər formaldehid alınır? 96 qrama X, burada 32 qrama 30, 32, 30 90-a eləcə 96 eləcə 90 qram, 3 dəfə çoxdur da. Aha. Və deyir, alınmış metanal 160 ml suda tam həll edilmişdir. Alınmış məhlulda aldehidin kütlə payını. Kütlə payını necə tapırdıq? Kütlə payını necə hesablayırdıq? 11 odur. Yox, həll olan bölünsün məhlul vurulsun 100. Həll olanımız metanaldır, 90 qramdır. Məhlul nədən ibarətdir? Həll olan və suyun cəmindən. Həll olanımız 90-dır, suda 160-dır, ümumi eləyir 250. Buradan da deməli ixtisar eləsək də bundan bu getsə 4 bərabər olacaq 36%. Başa düşdün? Bəli.